Rahman ve Rahim olan Allah'ın adıyla. Değerli Ehl-i Beyt dostları, her hafta olduğu gibi bu haftada Ehl-i Beyt Coğrafyası programımızla sizlerle birlikteyiz. Bu hafta konumuz İmam Cafer Sadık olacak. İmam Cafer Sadık'ın şehadet günlerindeyiz. Ama konumuza geçmeden önce dün biliyorsunuz ülkemizde İstanbul'da 6.2 şiddetinde deprem meydana geldi. Can kaybımız olmadı Allah'a şükür. Yalnız vatandaşlar arasında korku ve endişeye neden oldu maalesef. Allah beterinden korusun diyoruz. Bu hafta konuklarımızdan bir tanesi Güven Dumanlı hocam, diğeri de Azerbaycan'dan Nesimi Piriyev hocam. Programımıza başlamadan önce Güven hocamla bu depremle alakalı birkaç söylemek istediği bir şey varsa söz vermek istiyorum. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ala Muhammed. Öncelikle tüm izleyenleri saygıyla ve hürmetle selamlıyorum. Sizlere de teşekkür ediyorum. Tüm Kanal 12 yönetimine, çalışanlarına ve gönüllerine. Ülkemize de geçmiş olsun diyorum. Rabbim sizin de söylediğiniz gibi daha kötülerinden korusun. Deprem bölgemizin bir gerçeği. Biz zaten bunlarla büyüyen bir nesil olduk. Gelecek nesillere de bu deprem bilincini aktarmamız lazım. Bununla yaşamayı öğrenmemiz lazım. Bunu hep diyoruz, bunu herkes söylüyor. Ne kadar depremle beraber yaşıyoruz, ne kadar benimseyebildik, ne kadar hazırlıklıyız. Orası biraz tartışma konusu ne yazık ki. Öncelikle bunlar Allah'ın bir belası değil. Allah bir felaket gönderdi, bir bela gönderdi gibi sosyal medyada bazıları bir şeyler yazıyorlar. Doğru bir söz değildir. Yağmur nasıl yağıyorsa, rüzgar nasıl esmesi gerekiyorsa, güneş nasıl dünyaya vurması gerekiyorsa, yeryüzünde de, bu yer kürede de bazı oynamalar olmak zorunda diyorlar bilim insanları. Benim kendi çıkarımım, kendi görüşüm değil. O konuda biz de işte yer bilimcilerini dinliyoruz. Evet. Bilim insanlarını dinliyoruz. Coğrafyacıları dinliyoruz. Onlardan öğrendiğimiz, onlardan bize söylenilen şudur ki bu doğanın yaşaması için gerekli bir eylemdir. Deprem olacak, bu kaymalar olacak. Demek ki bu bir bela değil, bu bir felaket değil. Olası bir durum. Olması gereken de Olması bir durum. gereken bir durum. Tarihte, Kur'an'da gördüğümüz felaketler, azaplar, bununla aynı şey değil. O daha farklı şeylerdir. Oraların detaylarına girmeye gerek yok. Ama deprem geldi, acaba biz ne kötü iş yaptık veya Allah bize niye bu azap gönderdi? Bunu ben doğru bulmuyorum. Hem bilim insanlarının coğrafya ve yer bilimi üzerine yaptığı çıkarımlar ve anlatımlarına bakarak diyorum. Hem de bizim de okuduğumuz ilimde böyle bir şekilde deprem herkese beladır. Bu anlam çıkmaz. Deprem olduğunda tabii ki korku insanlarda telaşa sebep oluyor. Bu depremde de biz gördük ki çok şükür 6.2 ile atlattık ve bir yıkıma rastlamadık. Sadece 151 kişi panikle yüksekten atlanma gibi bazı veya onun benzeri durumlar olmuştur. Onun dışında bir sıkıntı olmamış. Şunu da bir sormamız lazım kendimize. Ben de deprem anında mecburen hemen dışarı çıkmak zorunda kaldığımda araçlarımızın oluşturduğu bir kaos hakim oldu İstanbul'a. Benim olduğum bölgede böyleydi. Yani hiçbir yıkım yoktu çok şükür. Hiçbir can kaybı yoktu çok şükür. Kısa da sürdü 13 saniye kadar diye söylediler. 13 saniye süren bir depremin telaşı müthiş bir kaosa sebep oldu. Tabii bunda yine analım buradan da ölenlere rahmet dileyelim. Kalanlara da sağlıklı bir hayat ve psikoloji dileyelim. Sağlıklı bir yaşam kalitesi. Amin. Düzgün bir yaşanılacak bir yer ve hayat dileyelim. 6 Şubat depremi. Evet. 6 Şubat depreminde bir psikolojik bunalım olduğu milletimizde.
O tedirginlikle de biraz Tetiklemiş olabilir şu anki o da depremden. tetikledi. Evet. Rabbim beterinden korusun. Allah Amin. afetlerden, bu doğal afetlerden bizi muhafaza buyursun. Afetlerden, bu afetler olacak. Ne yapmak gerek? Sağlam bina. Deprem öldürmez. Çürük İhmalkarlık. bina öldürür. İhmalkarlık öldürür. İhmalkarlık öldürür. Biraz da yine son dönemde aşırı yine politik konuşmalar ve tartışmaların içine girdik. Kendimizi bazen ona kaptırıyoruz. Kendimizden ödün veriyoruz. Bazen dostlarımızdan, komşularımızdan ödün veriyoruz. Son birkaç aydır ülkemizde ben doğrudur, yanlıştır onu tartışmıyorum. O benim işim de değil zaten. Siyasiler konuşsunlar. Belli miktarda yargı görevini yapsın. Ama böyle uzun uzadıya ve tüm enerjimizi, tüm odağımızı biz siyasi meselelere verdiğimizde işte en önemli meselemiz olan bence deprem konusundan feragat ediyoruz. Bizlerin daha çok televizyonlarımızın da bu işi yapanların da özellikle devleti yöneten, yerel yönetimleri yönetenlerin, muhalefetinin her birinin bu ülkenin deprem gerçeğine vakıf olmaları, deprem konusunda çalışmalar yapmaları gerektiğini tekrar hatırladık. İnşallah unutmayız yani. Korkarım ki yine bir 10 gün, 20 gün, ondan sonra haftada bir programla geçiştireceğiz belki. Bu konular üzerine inşallah konuşuruz. Bir de bir öneri olsun. Televizyonlarda sağ olsunlar yer bilimciler çıktılar, konuşuyorlar, anlatıyorlar fay hatlarını, bizi de bilgilendiriyorlar. Bu hemen ilk olması gereken. Hemen peşine ne olması gerekiyor? İşte AFAD'ın, itfaiyenin, işte o kurumlar vardı, AKUT'un, işte onun gibi deprem anında ne yapmamız gerektiğini söyleyen uzmanlar da gelip konuşurlar. O da güzel. Ama daha çok bizim özellikle televizyonlarda, basında, medyada şuna değer verilmeli diye düşünüyorum. Konularımız daha fazla kentsel dönüşüm, doğru bina yapısı üzerine bilgilendirici programlar yapmak lazım. Kanal 12'de inşallah bunu yapacaktır, ona inanıyorum. Doğru kentsel dönüşüm nasıl olur? Sağlam bina nasıl yapılır? Hangi şartlarda yapılır? Seyirciler bağlansınlar, desinler işte benim şu kadar metrekarede şu kadar dairem var. Nasıl dönüştürebilirim? Bununla alakalı özel şirketlerde, yerel belediyelerde, devlet kurumları da, TOKİ'de, KİPTAŞ'ta bunların hepsinin bir program dahilinde hızlıca o meşhur bir fay hattı var. Fay hattında bulunan şehirlerimizin her biri, sadece İstanbul değil yani. Oralar da Evet. bu ülkenin bir toprağıdır. Tabii ki. İstanbul'dan daha değersiz değiller. Oradaki insanların da hiçbirinin canı birbirinden değerli, daha üstün değil. Herkesin canı ve tüm topraklarımız bizim için kutsal ve değerlidir. Kurumlar bu konuda daha fazla faaliyet göstermeliler. Yayınlarımız da daha fazla bu konuda olmalıdır. Bir de bir şey daha diyelim. Sosyal medyada böyle astrologlar falan, kahinler türemişler. Bunlara kulak asmayın artık. Yani binlerce yıldır olan, nasıl desem, şarlatanlık bunun adı, kahinlik falan doğru şeyler değil. Kimse bilimin ötesine geçmesin. Evet. Hiçbir din alimi, din hadimi bu konuda konuşmuyor. O kahinler, onlar da dini de bazen görüyorum referans göstererek bir türlü işte deprem burada oldu ama bu işte öncü deprem, sonra bir tane daha gelecek veya gelmeyecek. Bu sizin işiniz değil. İnsanımız da bu tepkiyi koymalıdır. Yıldız öyle geldi, böyle gitti. Yok Merkür retrosu, yok Jüpiter ne bileyim ne. Bunlara prim vermemek lazım. Doğru olanın bilime kulak asması Bilime kulak asalım. gerektiğini. Devletimiz, hükümetimiz, yerel yönetimler, tüm kurumlar artık lütfen acele etsinler. Lütfen acele etsinler. Bir standart koysunlar. Evlerin kat sayısı
evlerin durumuyla alakalı. Bu artık bizi çok üzüyor. Bilmiyoruz, 6.2 geldi geçti. Bu gece bir büyük deprem de olabilir. 100 yıl bir deprem de gelmeyebilir. Ama biz bugün olacakmış gibi hazırlık yapmamız lazım. Bir de yine çok saygı duyduğum, değer verdiğim bazı bilim insanları veya görüş sahibi kişilerden de görüyorum ki artık geçti gitti, yapacak bir şey yok. Bu da hoş bir şey, doğru bir şey değildir. Her zaman yapılacak bir şey vardır. Her dakika yapabiliriz, çalışabiliriz. Hiçbir şey için geç değildir. Geç kaldık, hayır geç kalmadık. Allah'ın izniyle biz bunu yetiştiririz. Bizim milletimize yakışan budur. Lütfen bu konularda yetki sahibi olan kişiler artık birkaç yıl lütfen söz versinler birbirlerine. Millet bunun peşinden gidecektir. Milletimiz bu söze sadık kalacaktır. Lütfen onlar da sözlerine sadık kalsınlar ve birinci meselemiz şu deprem konusu olsun. Deprem ve acil dönüşüm. Acil dönüşüm, deprem ve hazırlıklarımız tamamlansın. Daha sonra ekonomi meselemiz var. Ekonomiyi güçlendirelim. Daha sonra belki daha önce eğitim meselemiz var. Bunu güçlendirelim. Sağlıkta belli adımlar atılmış tesislerimiz iyidir ama belki de hekim konusunda, sağlıkçılar konusunda nitelik ve nicelik eksikliği oluşmuş olabilir. Bununla alakalı çalışalım. Sağlığımıza, eğitimimize, barınmamıza ve ekonomimize, yani yiyecek de bunun içine giriyor. Bunlar konusunda lütfen çalışınlar. Milletimizin içinden de kimse diğer siyasi çekişmelere lütfen prim vermeyin. Yani bekleyin bir 5 sene 10 sene önümüze bir süre koyalım ve sadece bu işlerle uğraşalım. Ondan sonra yine A partisi B partisi birbiriyle atışsınlar. Eyvallah. Ona sözüm yok ama acil olan budur. Evimizde yangın varken, evimiz çürükken, tenceremiz boşken, çocuğumuz okula gidip 12 yıl ilkokul, ortaokul, lise okuyup iyi bir eğitime sahip olmuyorken, hastaneye gittiğimizde eksik bir cihaz veya yeterli olmayan doktor gördüğümüzde bunların bir değeri kalmıyor. Önce bunları yapmamız lazım. Bunları düzeltmemiz lazım. Yine son bir şey daha, isim vermeyeceğim ama operatörler, bu telekom firmaları, Evet. lütfen artık yani bu kaçıncı oldu? Hiçbir baz istasyonu yıkılmadı. Hiçbir tesisinize zarar gelmedi. Hiçbir kablonuz bile kopmadı. Bir şalteriniz bile atmadı belki. Ama en önemli dakikalarda, ilk yarım saatte kimse kimseye ulaşamadı. Yani lütfen buradan da rica ediyoruz. Yapmayın. Siz bize ne deseniz biz o fiyatı ödüyoruz. Başka pazarlık şansımız yok yani. 300 lira diyorsun 300 lira, 500 lira diyorsun 500 lira, 1000 lira, 2000 lira diyorsun 2000 lira ödüyoruz. İnternetinize de telefonunuza da. Birkaç tane firmasınız. Başka birisinin bunu sağlama imkanı da yok. Hem yatırımı yok hem tekniği yok falan filan. Birkaç kişinin elinde kalmış ve onlar da istedikleri fiyatı bize dayatıyorlar. Biz de kabul ediyoruz. Ama en önemli yerlerde bunları kullanamıyoruz. Burada da millet de bir tepki göstermeli. Meclis de, devlet de bu milletin sesine kulak vermelidir. Milletin bu tepkisini o operatörlere bir şekilde yaptırım yoluyla göstermelidir. Belli kaliteyi sağlamayan operatörlere ceza kesmelidir. Sen şu firmalar şu bölgelerde şu kullanıcılara hizmet sağlayamadığınız zaman şu cezanız olacak. Fatura fiyatınız yarıya düşürecek. Olabilir. Bilmiyorum. Bir şeyler yapılması lazım. Bu normal değil. Dünyanın en pahalı internetlerinden birini kullanıyoruz diye söylüyorlar. Araştırmadım ama bayağı tevatür yani. Herkesin söylediği bir şeydir. En pahalı internete, en pahalı telefon firmalarının faturalarını ödüyoruz ama hizmet alamıyoruz. Bu da doğru değildir. Rabbim İstanbul'umuzu İmam Mehdi'nin şehridir, annesinin şehridir Nergiz Hanım'ın. Evet. Bu İstanbul'u İmam Mehdi'ye, annesine bağışlasın inşallah. İnanıyorum ki İstanbul'umuz inşallah sıkıntıya düşmeyecektir. Ama tedbirimizi alacağız, ondan sonra tevekkül edeceğiz Allah'ımıza. Önce tedbirimizi alacağız, binalarımızı yaptıracağız, toplanma alanlarımız daha doğru düzenli olacak. Arama kurtarma ekipmanları ve ekipleri hazır kıta bekleyecek. Çünkü sadece burada yapmıyorsun, bazen komşuna da gidiyorsun.
Bunlar da olması lazım. Biz bununla yaşayalım. Depremle kabul edelim. Evet kabul edelim ama bir şeyler de yapmamız lazım. Bunu. Hastalığını bilip evet hastayım ben biliyorum ama ne ilaç alıyorum ne tedavi görüyorum ne de bana zararı olan şeylerden uzak kaçıyorum. Böyle bir mantık olmaz. Hastalığını biliyorsan tedavini olacaksın. Bu coğrafyada deprem eğer bu İstanbul'da ve tüm Türkiye'de deprem sıkıntısı varsa, deprem bölgesi ise ona göre tedavisini, tedbirini almalı. Ondan sonra da Allah'a da tevekkül edebiliriz. Kendi yaptığımıza da güveneceğiz. Sonra Allah'a sırtımızı yaslayacağız. Tevekkülümüzle inşallah bu belalardan kurtulacağız. Rabbim Türk milletine, tüm Türk milletlerine, Türkiye'den, Azerbaycan'dan, tüm Müslümanlara, tüm insanlığa bu doğal afetlerden inşallah korunma ve tedbir anlamında fikir, akıl, şuur, izan versin. Rabbim belalardan da doğal afetlerden de bizleri muhafaza buyursun. Amin. Teşekkür ediyoruz. Umuyoruz ki yetkililer en kısa sürede gerekli İnşallah. çalışmaları başlatırlar. Evet değerli izleyenler, bu hafta biliyorsunuz ki İmam Cafer-i Sadık, 12 imamın 6.'sı olan İmam Cafer-i Sadık Aleyhisselam'ın şehadet günlerindeyiz. Bu konuyla alakalı da Azerbaycan'dan değerli Caferi alimimiz Nesimi Piriyev hocamız bizlerle birlikte olacak demiştik. Hocam hoş geldiniz, iyi akşamlar. Salam, hoş gördük. Merhabalar. İmam Cafer-i Sadık şehadet günlerindeyiz demiştik. İmam Cafer-i Sadık'la alakalı hayatıyla kimdir? Bununla alakalı bir özet başlık olarak bilgi verir misiniz bize? Bismillahirrahmanirrahim. Evvela başta İmam-ı Əcəlallahu Teala şərifə başsağlığını ərz edirəm və növbədə ümumi dünya müsəlmanlarına, xüsusən əhl-i beytlərə başsağlığı deyirəm. Allah bizi əhl-i beytdən dünya və axirət ayrı salmasın. İmam Cəfər Sadiq əleyhissalamın qısa şəkildə həyatına, tərcümə halına əgər baxsaq, diqqət eləsək, İmam Cəfər Sadiq əleyhissalam Hicri 83-cü ildə Rəbiül Əvvəl ayının 17-si Mədinə şəhərində dünyaya göz açıb. Həzrət Mədinə şəhərində dünyaya göz açıb. Və Hicri 148-ci ildə də 65 yaşında Mənsur Dəvaniqinin əli olaraq onun vasitəsilə şəhadətə çatdırılıb İmam Cəfər Sadiq əleyhissalam. Bildiyiniz kimi İmam Cəfər Sadiq əleyhissalamın atası İmam Muhammed Baqir əleyhissalamdır. Və İmam Cəfər Sadiq əleyhissalamın da məşhur künyəsi Əbu Əbdullahdır. Və anası da Ümmü Fərvədir. İmam Sadiq əleyhissalamın anası. İmam Sadiq əleyhissalamın da ləqəbləri İslam tarixində, rəvayətlərdə zikr olunubdur. Ən məşhur ləqəbi Sadiqdir. Yəni doğruçul və digər ləqəbləri də həzrətim var ki, onlardan bir neçəsini mən sizə, əziz izləyicilərimizə söyləyim. Fazil, qaim, tahir, kamil, munci, sabir, lisan-ı sadiq, kəlimatül haqq. Bunlar isə İmam Sadiq əleyhissalamın digər ləqəbləridir. Bu qısa şəkildə İmam Cəfər Sadiq əleyhissalamın tərcümə halıdır, həyat haqqında qısa bir beyan idi. Evet, teşekkür ederim. Çok sağ olun. İmam Cafer Sadık Aleyhisselam'la alakalı ilmi çalışmaları ve o dönemin şartlarından da bahsedebilir miyiz? İmam Cəfər Sadiq əleyhissalamın əgər istəsək şəxsiyyətini, onun həyatını bölgü aparaq, iki hissəyə bölmək olar. İmam Sadiq əleyhissalamın birinci həyatının dövrəsi, hissəsi başlayır Hicri 114-cü ildən ta Hicri 140-a qədər. Bu zaman yaxşı bir fürsət, əlverişli bir fürsət İmam Cəfər Sadiq əleyhissalam üçün şərait yaranır və İmam Sadiq əleyhissalam bu yaxşı və gözəl əlverişli fürsətdən istifadə edir və Şiə məktəbinin yəni Cəfəri məktəbini kamala çatdırır. Yəni lazım olan o tədris işlərini İmam Cəfər Sadiq əleyhissalam həyata keçirir ki, hətta
İslam tarixində biz oxuyuruq, rast gəlirik ki, İmam Cəfər Sadiq əleyhissalam 4000 şagird yetişdirir. Yəni İmam Cəfər Sadiq əleyhissalam bir universitet təşkil eləyir. Və bu 4000 şagirddə qəribəsi budur ki, bu 4000 şagirdin hər biri alim dərəcəsində olan şagirdlər olur. Ki İmam Cəfər Sadiq əleyhissalam belə bir şagirdlər yetişdirir. Əgər məsumların həyatına diqqət eləsək, digər məsumların həyatında İmam Cəfər Sadiq əleyhissalam kimi lazımı şərait, əlverişli şərait olmayıbdır. Yəni İmam Əli əleyhissalamdan tutmuş ta İmam Həsən Əskəri əleyhissalama qədər onların həyatı belə deyim də məhdud çərçivədə olub. Yəni onlara o şəraiti yaratmayıblar ki, tədrislə, maariflənmə işləri ilə məşğul olsunlar. Amma İmam Cəfər Sadiq əleyhissalamda bu şərait yarandı. Və İmam Cəfər Sadiq əleyhissalam lazımı qədər bu maariflənmə işini öz öhdəsinə götürdü və mükəmməl şəkildə İslam maarifini çatdırdı, Əhl-i Beyt məktəbini çatdırdı. İmam Sadiq əleyhissalamın həyatının ikinci hissəsi 8 il ömrünün axır ilinə təsadüf eləyir. Yəni ikinci hissə İmam Sadiq əleyhissalamın 8 il ömrünün axır çağlarına təsadüf eləyir. Bu il İmam çox təzyiqə məruz qalır. Yəni nəzarət çox olur Mənsuri Dəvaniqi lənətullah əleyh tərəfindən, onun mühafizəçiləri tərəfindən İmam Sadiq əleyhissalam nəzarət altına götürülür və bir mənada da Şiə məktəbinə tətil qoyulur, məhdudiyyətlər qoyulur. Artıq o əvvəlki fürsətlər İmam Sadiq əleyhissalam üçün bir mənada məhdudlaşdırılır. Ömrünün axır illəri. Diqqət eləyin, İmam Cəfər Sadiq əleyhissalamın indi biz həyatını vaxtımız çərçivəsində əziz izləyicilərlə, Əhl-i Beyt sevərlərlə bölüşürük. İmam Cəfər Sadiq əleyhissalamın həyatı digər imamlardan daha şaxəlidir, daha genişdir, daha ətraflıdır. Təbii ki, bizim vaxtımız çərçivəsində bunları deyə bilmirik, amma mən mühüm, lazımı məsələləri əziz izləyicilərlə bölüşəcəm. Baxın, Hicri 114-cü ildə İmam Cəfər Sadiq əleyhissalamın imamət dövrü başlayır. Hicri 114-cü ildə. O həzrətin imamlıq dövrü Hicri 132-ci ildə süquta uğrayan Əməvilər hakimiyyətinin sonlarına təsadüf eləyir və Abbasilər hakimiyyətinin də əvvəlinə. Yəni İmam Sadiq əleyhissalam bu iki hakimiyyətlə, yəni Əməvilər hakimiyyəti ilə Abbasilər hakimiyyətinin dövründə olub. Yəni o dövrü yaşayıb. Baxın, tarixdə, İslam tarixində İmam Sadiq əleyhissalamın məktəbi, yəni Cəfəri məktəbi ki biz deyirik, məşhurdur. Cəfərilər, Cəfəri məktəbi. Bu məktəbin banisi İmam Sadiq ağa olub. Yəni İmam Sadiq əleyhissalam o qədər elmi, maarif işləri ilə məşğul olur ki, bu ləqəbi Cəfəri məktəbi, yəni Cəfəri məktəbinin banisi, onun təsisçisi kimi məruf olur, tanınır. Baxın, hətta İmam Cəfər Sadiq əleyhissalamın o qurduğu, bünövrə tökdüyü o universitet hələ də öz əyağının üzərində durur. Baxın, hövzələr, mədrəsələr, hamısı o həzrətin tədris etdiyi mühüm dərsləri hal-hazırda tədris edirlər. Məsələn, təfsir elmi, əqaid elmi, əxlaq elmi, digər elmlər hamısı İmam Cəfər Sadiq əleyhissalamdan bir mənada bizə irs keçib, onun tədris və bizə çatdırdığı məsələlərdir. Mötəbər hədislərin qaynaqlarında da şəriət qanunları, dinin əqidə məsələləri, əxlaq qaydaları, bu kimi məsələlər hamısı İmam Cəfər Sadiq əleyhissalamın mübarək hədisləri ilə bizə gəlib çatıb. Onun tədrisi ilə, onun tələbələrinin, şagirdlərinin vasitəsilə. İndi mən istəyərəm elə
əhli sünnə məzhəblərinin, banislərinin dili ilə İmam Cəfər Sadiq əleyhissalamı vəsf ediblər. Onun elminə toxunublar, onun mahirliyinə, onun qüdrətinə, elmi qüdrətinə toxunublar. İstəyərdim elə əhl-i sünnənin 4 məşhur məzhəbindən biri olan Hənəfi məzhəbinin İmamı Əbu Hənifədən nəql olunan bir hədisi söyleyeyim. İmam Cafer-i Sadık'tan eğitim görmüş, doğru mu hocam? Bəli. Demək olar ki, bütün məzhəblərin banisləri hamısı İmam Cəfər-i Sadiq əleyhissalamın məktəbində şagird olublar. Onun dizinin dibində oturub dərs oxuyublar, ondan dərs alıblar. Hətta İmam Sadiqdən aldıqları o dərsləri özləri kitaba alıblar. Məsələn, indi bəzilərinə toxunacam mən ki, hansı kitabları ərsiyə gətiriblər. Əbu Hənifə İmam Sadiq əleyhissalam haqqında çox qəribə bir söz deyir. Buyurur ki, elmdə Cəfər ibn Muhamməddən üstün olan kimsəni görmədim. Bu Təzkirətül Huffaz cild 1 səhifə 166-da bu hədis nəql olunur. Deyir ki, mən öz zamanımda Cəfər ibn Muhamməddən daha üstün elmdə heç kəsi görmədim. Yəni, ondan üstün elmi dərəcədə bir şəxs tanımadım. Hənəfi məzhəbinin imamı Əbu Hənifə deyir ki, ikinci mən rəvayətə keçid alıram. Bilirsiniz də, Mənsur Dəvaniqi İmam Cəfər Sadiq əleyhissalamın zamanında olan zalim hakimlərdən olub. Mənsur Dəvaniqi deyir ki, Əbu Hənifə deyir, bir gün Əbu Hənifəni çağırır öz yanına. Deyir ki, mən baxıram ki, artıq Cəfər Sadiq insanların qəlbində yer tapıb. Artıq insanlar İmam Cəfər Sadiqə üz aparırlar. Ona müraciət eləyirlər, onu sevirlər, ondan elmi məsələlər soruşurlar. Bu məni narahat eləyir. İstəmirəm ki, cəmaat bu qədər İmam-ı Cəfər Sadiqlə get-gəldə olsun, ona məhəbbət göstərsinlər. Mən sənə vaxt təyin eləyirəm. O vaxta qədər hazırlaş, suallar hazırla. Mən Cəfər Sadiqi çağıracam yanıma. Orada o məclisdə, cəmaatın içində Cəfər Sadiqə suallar ver. Deyir, o ki, Əbu Hənifə gəlir Mənsur Dəvaniqinin məclisinə. Deyir, o məclisdə yeri, məkanı Hirədə olur. Deyir, Mənsur Hirədə olarkən çağırır Əbu Hənifəni. Əbu Hənifə məclisə daxil olanda Mənsur Dəvaniqi deyir, tanıyırsan mənim sağımda əyləşən şəxsi? Əbu Hənifə deyir ki, bəli, bu Cəfər Sadiqdir. Təzədən Mənsur Dəvaniqi sual eləyir ki, İmam Sadiqə, bu gələni tanıyırsan? İmam Sadiq buyurur ki, bəli, bu Əbu Hənifədir. Yəni, mənim şagirdimdir. İmam Sadiq əleyhissalam ki, başlayır məclisdə öz huzuru ilə, öz camalı ilə, öz vüqarı ilə o məclisdə ona baxır. Əbu Hənifə bir dənə söz deyir. Əbu Hənifə deyir ki, mən haçan Mənsur Dəvaniqinin yanına gələrdim onun sifarişi ilə. Deyir, heyrət, onun heyrəti məni bürüyərdi. Əsərdim, qorxardım. Deyir, amma bu səfər, deyir, onun yox, Cəfər Sadiqin əzəməti məni bürüdü. Yəni, onu görəcək qeyri bir adi hisslər keçirtdim. Deyir, ondan sonra başladım suallarımı verməyə. Əbu Hənifə deyir, 40 sual hazırlamışdım. 40 sual hazırlamışdım. O 40 sualın hər birinə İmam Cəfər Sadiq əleyhissalam bu cür cavab verir. Diqqət eləyin. Deyir, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, ey Əbu Hənifə, sən verdiyin bu suallar Mədinə əhlinin məsələsinə görə bu cürdür. Diqqət eləyin. Və yaxud digər məzhəblərin rəyinə, nəzərinə görə bu cürdür. Bizim nəzərimizə isə bu məsələnin yozumu, açıqlaması bu cürdür. Yəni, hər məzhəbin öz əhkamına uyğun olaraq İmam Cəfər Sadiq əleyhissalam o 40 sualın hər birinə bu cür cavab verir.
Deyir, ondan sonra Əbu Hənifə heyrətə gəlir. Əbu Hənifə heyrətə gəlir, sonra üzünü tutur İmam Sadiqə, belə deyir, insanların ən elmlisi, fiqhi məsələlərdə fikir ayrılıqlarını bilən şəxsdir İmam Sadiq. Yəni İmam Sadiq elə bir şəxsdir ki, bütün fiqhi, yəni bütün digər məzhəblərin fiqhinə yol tapan bir dahi şəxsiyyətdir ki, hər bir məzhəbin öz fiqhi ilə onlara cavab verir. Amma Maliki məzhəbinin imamı Malik ibn Ənəs. Malik ibn Ənəs də İmam Cəfər Sadiq əleyhissalam haqqında gözəl bir nöqtəyə toxunur. Bu mərufdur. Eşitmisiniz, oxucular da bilir. Deyir, bir müddət Malik ibn Ənəs deyir ki, İmam Cəfər Sadiqin yanına gəl elədim. Yəni gedirdim, dərs oxuyurdum, Həzrətdən dərs alırdım. Deyir, onun huzuruna gedib gələn zaman onu 3 halda gördüm. Yəni bu 3 haldan xaric deyildi. Ya namaz qılırdı, ya oruc idi, ya da ki Quran oxuyurdu. Deyir, mən bunu bu 3 haldan xaric görmədim. Ha vaxt gedərdim İmam Sadiqin yanına, ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Və ardıca belə bir söz deyir Malik ibn Ənəs. Deyir ki, mən onu dəstəmazsız hədis danışdığını görmədim. Deyir, o haçan hədis danışardı, haçan dərs deyərdi. Hər bir halda o dəstəmazlı halda olardı. Deyir ki, elm, ibadət və təqvada Cəfər ibn Muhamməddən üstün bir şəxs nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də ki, kiminsə ağlına gəlmişdir. Baxın, çox qəribədir. Çox qəribədir. Hətta bilirsiniz də, məsumların hətta onun məktəbindən, Cəfəri məktəbindən uzaq düşmüş, axım, onlar qiyas elədilər də, indi onlara da toxunacam. Bəzi məzhəbin imamları, banisləri İmam Cəfər Sadiqdən dərs almaqlarına baxmayaraq, onlar sonra qiyas eləyərək bəzi məsələlərdə səhvə yol verdilər. Ki, imam onları çağırır, onlarla söhbət eləyir, mübahisə eləyir, o məsələləri onlara yenidən açır, başa salır. İmam Sadiqi bu cür vəsf eləyirlər ki, deyir, ondan daha abid, ondan daha təqvalı, elmli bir şəxs görmədim. Nə bir göz görmüş, nə bir qulaq eşitmiş, yəni heç kimin ağlına gəlməz Cəfər Sadiq qədər zahid, abid, təqvalı və elmli bir şəxs olsun. Bu da Malik ibn Ənəsin İmam Sadiq haqqında sözüdür. Amma keçid alıram bizim əhli Şiə məktəbinin məruf, tanınmış şəxsiyyətlərindən biri Şeyx Müfidə. Şeyx Müfid İmam Sadiq haqqında bir gözəl söz deyir. Buyurur ki, o həzrətdən o qədər hədislər, elmlər, indi mən hədis demirəm də, elmlər nəql olunmuşdur ki, heç bir imamdan bu qədər elm nəql olunmamışdır. Yəni İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan hədislər digər imamlardan nəql olunmuyub. Yəni o da bayaq qeyd elədim, şəraitə, mühitə görə. Yəni əlverişli bir şərait idi. İmam Cəfər Sadiq əleyhissalam, belə deyim, rahat o tədris işi ilə, marif işi ilə məşğul idi. İndi bunlara da işarə eləyəcəm ki, bu da siyasi bir gedişata görə belə bir zəmin, şərait yarandı İmam Sadiq üçün. Və tanınmış tarixçi İbn Xəllikan, o yazır ki, o Şiə məzhəbinin 12 imamından biridir. İmam Cəfər Sadiq əleyhissalam haqqında deyir. Deyir, Peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindəndir İmam Cəfər Sadiq əleyhissalam. Düzgünlüyü və doğru danışığına görə ona Sadiq ləqəbi veriblər. Baxın, bizdə də var da, məsələn, bəzən hər bir ölkədə bir insan o qədər bir sifətlə
məruf olar ki, tanınırlar ki, məsələn, ona deyərlər ki, bu yetimlər atasıdır. Məsələn, necə ki, Həzrət Əliyə deyirdilər, yetimlər atası. Niyə? Çünki Həzrət Əli əleyhissalamın yaşam tərzi buydu ki, yetimlərlə çox mülayim, çox nəvaziş edən, çox onların qayğısına, diqqətinə qalan idi. İmam Sadiq əleyhissalam da o qədər sözündə, əməlində doğruçul idi ki, onu Sadiq ləqəbi ilə çağırırlar. Yəni, ən məşhur ləqəbidir ki. Ona görə buyurur ki, deyir, onu Sadiq ləqəbi ilə çağırırdılar. Onun tanınmış uca şəxsiyyətindən söz açmağa ehtiyac yoxdur. Bəzən o, belə deyim də, bir söz var, bitmiş fikir. Yəni, artıq bu İmam Sadiq haqqında bitmiş bir fikri ifadə edir. Ki, yəni, İmam Sadiq haqqında biz nə danışaq ki, onun haqqını əda etmiş olaq? Onun elmindən danışsaq, nə danışsaq azdır. Onun təqvasından danışsaq azdır. Onun zöhdündən, onun nə bilim təvazökarlığından, hər nədən danışsaq, onun haqqı əda olunmaz. Əbu Musa Cabir ibn Həyyan Tərtusi. Onun İmam Sadiqin xüsusi şagirdlərindən olub. Cabir ibn Həyyan min vərəq həcmində bir kitab yazıbdır. Həmin kitab onun İmam Sadiqdən aldığı təlimlər sayəsindədir. Yəni, İmam Sadiqdən aldığı o dərs sayəsində 1000 vərəq kitab yazır. Yəni, 500 risalədən ibarətdə, belə deyim, risalə yazır, əhkam, hökmlər. Bu hamısı İmam Sadiq ağanın bərəkətindəndir, onun nəfəsindən, onun elmindən. Çünki bilirsiniz də, Cami-i Kəbirə duasında, digər dualarda çox nəql olunur və buyurur ki, biz elmin əvvəliyik, ortası və axırıyıq. Elmin, elmül mədəniyyə, biz elmin mədəniyik, xəzinəsiyik. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm nə buyurdu? Mən elmin şəhəri, Əli sonun qapısıdır. Bəli, əhsən. Yəni, bunlar hamısı bunu göstərir ki, elmin mənbəyi, qaynağı Əhl-i Beyt əleyhissalamdır. Həqiqi elmin. Əgər biz istəyiriksə, ilahi elmlərin məcmuasına yol tapaq, bu Əhl-i Beytdən keçir. Mütləq Əhl-i Beytin məktəbinə baş vurmalıyıq. Əgər mənim vaxtım varsa davam edə bilərəm. Vaktiniz var, buyurun, dinliyoruz sizi. Buyurun. Deməli, İbn-i Əbil Ovca. İbn-i Əbil Ovca, mən hocamızdan üzr istəyirəm. Onun huzurunda cürət eləmiş oluram. Estağfurullah, ne demek? Kıymetli hocam. Senden istifade ediyoruz. Allah razı olsun. Teşekkür ediyoruz. Notları alıyorum senin anlattıklarından. Buyur. Təşəkkür edirəm hocam. Allah sizin elminizə, ömrünüzə bərəkət versin. Amin. Allah razı olsun. Var ol. İnşallah. Bizi onurlandırdın. Böyüklüyünüzə sığınırıq, güzəştinizə sığınırıq. Estağfurullah, ne demek? Ne demek? Üstadsınız. Buyurun lütfen. Deməli, İbn-i Ovca adlı bir şəxs, yəni dini qəbul eləməyən kafir bir insan olur. Deyir, bu bir gün İmam Sadiq əleyhissalamın huzuruna gəlir. İmam Sadiq əleyhissalamın huzuruna gəlir. Yəni, bunun elmi müzakirələri olur. Yəni, Allahla bağlı, dinin məsələləri ilə bağlı, digər alimlərlə, İmam Sadiqin digər şagirdləri ilə elmi diyaloqlar olur. Amma özü də deyir ki, mən heç birinin yanında olanda, onlarla elmi mübahisə aparanda, məndə heç bir hal baş verməyib. Yəni, necə, yəni özümü itirim və yaxud həyəcanlanım, belə deyək də, bu hallar mənə üz verməyib. Deyir, o ki, İmam Sadiqin yanına gəldim, onunla elmi mübahisə eləyim. Deyir, istədim, danışa bilmədim. Sükut bütün vücudumu bürüdü. Sükuta qərq oldum. Deyir, İmam Sadiq əleyhissalam mənə sual verdi ki, nə üçün sükut eləmsən? Nə üçün danışmırsan? Axı, sən mənim yanıma gəlmirsən, suallarım var, iradlarım var. Niyə danışmırsan? Deyir, İbn Ovca İmam Sadiqə deyir ki, sizin şəxsiyyətiniz, əzəmət və böyüklüyü məni təsir alır.
Deyir, sizin əzəmətinizi ki gördüm, sizin ki o ruhiyyənizi gördüm, deyir, onun təsiri altına düşür. Ona görə dilimi açıq danışa bilmirəm. Bilmirəm nədən başlayayım, hansı sualı verim, hansı iradamı bildirim. Sizin huzurunuzda dilim söz tutmur. Sizin huzurunuzda dilim söz tutmur. Əlbəttə, mən çoxlu alimlər görmüş, çoxlu mütəkəllimə, filosoflarla elmi bəhslər etmişəm. Amma sizin huzurunuzda böyüklük və əzəmətinizin təsirinə düşdüyüm kimi heç bir yanda, heç bir elmi mübahisədə belə bir hala düşməmişəm. Dilim söz tutmur, danışım. İmamın maneviyatı, ruhaniyeti açısından konuşamıyor. Bəli. Doğru mu hocam? Bəli, bəli. İmam Sadiq Əleyhisselamın əxlaqi şəxsiyyəti o qədər əzəmətli olub ki. Məsələn, bizə ustadlarımız belə bir şey deyirdi. Deyirdi ki, heç məsələn, bir müştehidin, böyük bir alimin, əxlaq sahibinin yanında, məsələn, Əllamə Təbətəbainin və yaxud mərhum Behzədin, onun huzurunda insan heç günah fikrini belə eləmir. Ancaq onun yanında olanda nə düşünür? Ancaq gözəl şeylər düşünür. Bir də Masum İmamın yanında olduğumuzu düşünün. Bəli, bəli. Məsələn, təsəvvür elə, imamın huzurundasan. İmamın huzurunda olan sənin mənim kimi yox. Kafir bir insandır. Amma imam onun bütün vücudunu lərzəyə gətirir. Onu heyrətə gətirir. Öz ali varlığı ilə, öz əxlaqi xüsusiyyətləri ilə. Ona görə bu imamlar seviləsi imamlar. Ona görə İmam Bakirdən hədis var. Buyurur ki, insanlarla elə rəftar eləyin ki, bəzən onlarla danışmaq yox, elə rəftarınız onları yaxşılığa dəvət eləsin və pislikdən çəkindirsin. Yəni, hədis deməyə bəzən ehtiyac olmur. Qarşı tərəfin əxlaqi xüsusiyyətləri səni elə məftun eləyir ki, özünə. Daha sən onun elə əxlaqi keyfiyyətlərinə baxıb dindən çıxarış edirsən. Dinin gözəlliyini almış olursan. Bu da həmin şəxs ki, adını qeyd elədim, İbn Əbil Ovca. Bu kafir şəxs hidayət olur. İmamın huzurunda hidayət olur və imam ona öz tövsiyələrini verir. İmam Cəfər Sadiq Əleyhisselamın mən istəyərdim, icazəniz varsa, onun dövrünün siyasi məsələlərinə, vəziyyətinə toxunun. Tabii ki, sorularım arasında da vardı zaten. Buyurun siz. Bəli. Deməli, İmam Cəfər Sadiq Əleyhisselamın imamlıq dövrü Əməvilərin süqutu və Abbasilərin hakimiyyətinin başa gəldiyi dövrə təsadüf edir. Bayaq buna işarə etdim. Amma indi istəyirəm biraz daha geniş bu məsələlərə toxunum. Hişam İbn Əbdülməlikin dövründən etibarən Abbasilər sülaləsi süquta uğrayır. Yəni siyasi fəaliyyətə başlamış və Hicri 29-cu ildə artıq silahlı mübarizəyə əl atıb, nəhayət 132-ci il qələbə çalırlar, qələbə əldə edirlər və hakimiyyəti ələ keçirirlər. Bu siyasi böhran dönəmində Bəni Üməyyə hakimiyyəti tərəfindən İmam Sadiqə və onun dostlarına bir dənə rəvac yaranır. Bir şərait yaranır ki, onlar öz missiyasını, öz vəzifəsini icra eləsin. Məsələn, artıq belə deyim, Abbasilər hakimiyyəti Əhl-i Beyti sevmək iddiasını eləyir və Əhl-i Beyt Peyğəmbər ailəsinə sevgini biruzə verirlər. Artıq deyirlər, Əhl-i Beyt məktəbinin banisi Cəfər Sadiq tədris eləsin, dərs desin, şagird yetişdirsin. Təbii ki, belə bir vəziyyətdə də dərs demək, şagird yetişdirməyin özü bilə məharət istəyir. Bilirsiniz necə bir məharət? Təsəvvür edin, İmam Əlidən ta İmam Cəfər Sadiq Əleyhisselama qədər hansı bir böhranı yaşayıb İslam ümməti. Ancaq döyüşlər, ixtilaflar, imamların hamısı ev həbs olunub, sürgün olunubdur, əziyyətlərə məruz qalıblar. İmam Səccəd Əleyhisselam ancaq dua vasitəsilə
dini təbliğ edir, dua vasitəsilə. Məsələn, İmam Həsən əleyhissalamın həyatına baxırsan, İmam Həsən əleyhissalam Muaviyə ilə sülh eləyir. Təbii ki, onun sülhündə də onun sülhü mübarizədir. Hər bir imamın real atdığı addım, hər bir hərəkatı dinin xeyri üçündür. Bəzən biz elə bilirik ki, İmam Həsən əleyhissalam sülh bağlayıbdır, bəs bu din üçün nə kimi faydası var? İmam Həsən əleyhissalamın sülhünün faydası buydu ki, İmam Həsən əleyhissalam Kərbəla inqilabını elədi. Kərbəla inqilabına rəvac yaratdı İmam Həsən əleyhissalam. Əgər İmam Həsən əleyhissalam İmam Hüseynin gördüyü inqilabı, o hərəkatı eləsəydi, səmərəsiz olardı. Ona görə hər bir imamın addım ölçülmüş və biçilmiş bir məsələdir. Məsələn, İmam Sadiq əleyhissalamın zamanı da elə bir şərait oldu ki, artıq İmam Sadiq əleyhissalam təlim-tərbiyə işi ilə məşğul oldu, tədris işi ilə məşğul oldu. Çünki artıq Abbasilər hakimiyyəti İmam Sadiq üçün belə bir şəraiti, əlverişli şəraiti yaratdılar. Və İmam Sadiq əleyhissalam da başladı şagirdlər yetişdirməyə, tədris eləməyə, dərs deməyə. Və həmin dövrdə müsəlman cəmiyyəti də bayaq qeyd elədim. Yəni çox böyük maraq oyanmamışdı da elmə. Onlar üçün maraqlı deyildi elm məsələlər, öyrənmək, tədris eləmək. Yəni artıq onlarda belə deyim, heç bir elmə bir maraq yeri yox idi. Amma İmam Sadiq əleyhissalam təsəvvür edeyim, belə bir şəraitdə 4000 şagird yetişdirdi. Bunun özü çox qəribə bir haldır. Yəni, belə bir vəziyyətdə İmam Sadiq əleyhissalam 4000 şagird yetişdirdi. 4000 şagird. Məsələn, İmam Sadiq əleyhissalam kəlam elmi tədris elədi, təfsir elmi tədris elədi, Quranın qiraət elmini tədris elədi. Tibb, fəlsəfə, astronomiya, riyaziyyat, bu kimi digər elmləri tədris elədi imam. Peki yəni, İmam Sadiq Aleyhisselam'ın özel olarak ilgilendiği öğrencileri de var mıydı hocam? Necə? Özel olarak birebir alakadar olduğu öğrencileri. Hususi yetiştirdiği tələbələr. Bəli, İmam Sadiq əleyhissalamın məsələn xüsusi şagirdləri olub ki, məsələn kəlam elmində, fəlsəfə elmində, hətta tarixdə belə gətirirlər ki, İmam Sadiq əleyhissalamdan sual eləyəndə ki, təfsir elmi ilə bağlı, hər hansısa bir ayənin təfsiri ilə bağlı, İmam Sadiq əleyhissalam elə əlin uzardadır ki, məsələn deyirəm, filan kəs cavab ver. Kəlam elmində sual verəndə İmam Sadiq əleyhissalam əlin uzadardı filan tələbiyə. Bu məsələyə sən cavab ver. Əhkamda filan şagirdə. Yəni İmam Sadiq əleyhissalam hər cəhətdən bütün elmlərə, suallara cavab verə biləcək şagirdlər yetişdirmişdi. Amma mən bir məsələni deyərəm, qeyd edəyəm. Baxın, İmam Sadiq əleyhissalamın zamanında məsələn, o şərait siyasi bir, həmin dövrdə ictimai bir vəziyyət ki, yarandı. İmam Sadiq əleyhissalam 4 məsələni şəffaflaşdırdı. Birinci məsələ buydu ki, o zamanda İslamda əqidə, fikir və rəy azadlığı var idi. İmam Sadiq əleyhissalam belə bir vəziyyətdə artıq həmin dövrdə Abbasilər müəyyən mənada əqidə və rəy azadlığına şərait yaratmışdı. İmam Sadiq əleyhissalam bu şəraitdən çox gözəl istifadə. Artıq başladı etiqadi məsələləri gündəmə gətirməyə, mübahisələr eləməyə, elmi müzakirələr eləməyə. İkinci məsələ, o zamanda, o ictimai vəziyyətdə Quran-ı Kərimin, həmçinin Həzrəti Peyğəmbərin təfəkkürü, elmi öyrənib, öyrətmə çağırışı müsəlmanlar arasında rəvac tapmışdı Abbasi xəlifələrin vasitəsilə. İmam Sadiq əleyhissalam belə bir şəraitdə Quranın təfsiri ilə məşğul oldu. O ki, onlar bir dənə bu şəraiti yaratdı. İmam Sadiq əleyhissalam da bu şəraitdən yaxşı istifadə elədi.
Peyğəmbərin əxlaqi məsələlərini gündəmə gətirdi, Qurana təfsir yazdı. Bilirsiniz də, digər imamların Əli əleyhissalam Quran təfsiri yazdı. İlk Qurana təfsir yazan Həzrət Əli olub. Hocamız da bilir. Amma İmam Əli əleyhissalam ki, o yazdığı təfsiri gətirdi, qəbul eləmədilər. Binəklərin Amma üstündə, İmam Sadiq taşdan, əleyhissalamın tabletdən. şəraiti zamanı ictimai vəziyyət elə bir şərait idi ki, İmam Cəfər Sadiq əleyhissalamın Qurana verdiyi təfsir dərsini qəbul elədilər. Niyə? Abbasi xəlifələrin ictimai törətdikləri bir vəziyyətə uyğun olaraq. Qəbul elədilər və İmam Sadiq əleyhissalam da məşğul oldu. Hocam, nəsə söyləmək istəyirsiniz? Şeyi söyledim. İmam Ali Aleyhisselam'ın o tefsiri getirme sahnesi de var ya hocam. Bineğin üstünde böyle taşlardan tabletler, kağıtlar. Bəli. O dönem tabi şimdiki gibi kağıtlar yok. Öyle her şeyi yazabileceğiniz. Oraya işaret edin. Buyurun. Bəli, çox məşəqqətli, əziyyətli bir şəkildə buyurduğu kimi hocamızın Həzrət Əli əleyhissalam bu kitaba təfsir yazdı. Qurana təfsir yazdı, amma qəbul olunmadı. Hatta Həzrət Nehl Əli ilminin de yani Arap edebiyatı ilminin de kurucusudur. Değil mi hocam? Kur'an'ı doğru Bəli, okuyabilme, doğru anlayabilme ve tefsirini de yazmış. Hayatı da zaten bir Kur'an'ın tefsiriydi. Ne yazık ki fazla istifade etmediler. Bəli. Ona görə Həzrət Əli əleyhissalam burada mən bir sözlə deyim. Əli əleyhissalam deyir ki, mən bilirsiniz necə səbr elədim. Deyir, gözümdə tikan, boğazımda sümük. Yəni nə gözümü yuma bildim, nə də udğuna bildim. Və məni belə bir vəziyyətə saldınız. Amma bir halda ki, Əli əleyhissalam deyirdi ki, yerdən, göydən nə istəyirsiniz soruşun. Nə istəyirsiniz, nə sualınız varsa, mən elmin mənbəyiyəm. Peyğəmbər elmi mənə irs qoyub. Peyğəmbərin elmi mənə əta olunub. Mən elmin şəhəriyəm. Amma Əli əleyhissalama zülm elədilər. 25 il Əli əleyhissalam ev tutsağı oldu. 25 il. Yəni təsəvvürü belə insanı hüzünləndirir, insanı qəhərləndirir ki, İmam Əli, Yədullah, Allahın Əli, Allahın o əzəmətli varlığı 25 il evdə səbr elədi. Evet. Mən üçüncü məsələyə toxunuram ki, İmam Sadiq əleyhissalamın ictimai vəziyyətində bir məsələdə özünü irəli sürür. İslam dinini qəbul edən xalqların əksəriyyəti qədim sivilizasiyalara, dünya tarixinin böyük mədəniyyətlərinə sahib xalqlar idi. Hamısı gəlirdi İmam Sadiqin yanına. Onlar İslam maarifinin dərinliklərini və incəliklərini İmam Sadiqdən öyrənirdilər. Gəlirdilər xristiyanlar, digər məzhəblər, digər əqidəli insanlar gəlirdilər İmam Sadiq əleyhissalamdan bütün suallarının cavabını alırdılar. Özdə İmam Sadiq əleyhissalam çox incəliyinə və dəqiqliyinə kimi cavab verir. Yəni onların artıq belə deyim də bəzən sual verilir, amma sualın cavabı tam alınmır, tam verilmir qarşı tərəfdən. Amma Əhl-i-Beyt əleyhissalam sualın cavabını verirdi. Onların bir iynə ucu qədər bir boş yer qalmırdı ki, sual yenidən verilsin. Bu da üçüncü məsələ. Dördüncü məsələ İmam Sadiq əleyhissalamın ictimai bir vəziyyətdə olan mövcud məsələ müsəlmanların qeyri-müsəlmanlarla, xüsusilə də kitab əhli ilə dinc şəraitdə yaşamasını təmin edən İslam təlimləri şərait yaratmışdı. Baxın, İslam gəldi, o hərc-mərcliyi aradan götürdü. İnsanlara eyni müstəvidə yaşamağı, bir-birindən ədalətlə, müsabata riayət eləməyi tövsiyə elədi. Din axı Rəbbimiz buyurur, Allah yanında sizin ən dəyərliniz, ən qiymətliniz daha təqvalı olanınızdır. Evet. Yəni Allah yanında sizin üstünlük meyarı yalnız təqvadır. Kim Allahdan nə qədər qorxur? Yəni qorxur dedikdə, yəni Allahın əmr və qadağalarına tabe olur. Ona görə bir əhvalat mənim zehnimə düşdü, onu deyim. Deyir, bir gün Peyğəmbər ərəblərin ən məşhur, sərvətli insanlarla bir yerdə, bir məclisdə əhləşmişdi.
Deyir o ki, səhv eləməsəm Bilal Həbəşi olur. Səhv eləməsəm. Əgər səhv etmiş olsam, ya Salman Farsidir, ya Bilal Həbəşi. Deyir, daxil olur məclisə. Bilal Həbəşi də fəqir insandır, fəhlə, işgüzar insandır. Köhnə paltarda, köhnə libasda gəlir Peyğəmbərin məclisinə. Peyğəmbər ona əli ilə işarə eləyir ki, gələ onun yanına. O ki, gəlir yanına, Peyğəmbər öz yanında əyləşdirir. Peyğəmbər görür ki, o sərvətli ətlər libasını çəkir, toxunmasın, toz olar, bulaşar. Peyğəmbər buyurur ki, qorxursuz, bunun fəqirçiliyi sizə keçər. Ondan sonra Allah bu ayəni nazil edir. Allah yanında sizin ən dəyərliniz, ən qiymətliniz. Peyğəmbər bu ayəni buyur. Daha təqvalı olanınız, daha təqvalı olanınız. Ona görə İmam Cəfər Sadiq əleyhissalamda hər mərcliyi aradan götürür. Buyurur ki, bizim Allah yanında yalnız o bəndəçiliyimizə görə üstünlüyümüz var. Yəni, başqa bizim üstünlüyümüz yoxdur. Və hər bir yanına gələnləri bu cür təlim, tərbiyə ilə formalaşdırır. Bu isə 4-cü İmam Sadiqin ictimai bir vəziyyəti idi ki, onu daha yaxşı dəyərləndirdi. Mən əgər vaxtım olsa, İmam Sadiq əleyhissalamın əxlaqi fəzilətlərinə də toxunaram, sözümü tamamlayarım. Programımızın sonuna geliyoruz yavaş yavaş. Buyurun 1-2 dakikada sizin için buyurun söyleyebilirsiniz. Mən bir hədis söyleyeyim. Bu hədislə də elə sözümü tamamlayayım. İmam Sadiq əleyhissalam buyurur ki, bizi gözdən salacaq əməllərdən çəkinin. Pis övlada görə atası danlanar. Qəlbinizi tapşırdığınız şəxsə, yəni imama, zinət olun və ona xar və rüsva etməyin. Bu çox möhtəşəm hədisdir. Yəni, əgər biz istəyirik həqiqi Cəfər olaq, həqiqi əhli bir olaq, gərək əməl, rəftarımız İmam Sadiqin əxlaqı ilə uyğunluq etsin. Məsələn, bizim həyatımıza, bizim əməl və rəftarımıza baxanda desinlər ki, əhsən İmam Cəfər Sadiqin şagirdinə. Ki, belə bir şagirdi var, belə bir sevəri var ki, onun əxlaqi xüsusiyyətləri İmam Cəfər Sadiqlə uyğunluq tapır. Ona görə görürsünüz, övladın həmişə atası, anası qınanılır da. Əgər övlad pis olsa, atasını, anasını qınayarlar. Ona görə İmam Sadiq əleyhissalam deyir ki, bizə rüsvayçılıq gətirməyin. Bizə zinət olun. Bizə zinət olun. Sizlə baxıb bizə fəxr eləsinlər. Allaha and verirəm, biz izzətinə, calalına, bizi dünya və axirət Allah əhl-i beytdən ayrı salmasın. Mən yenə də sizə təşəkkür edirəm. O zaman təşəkkür edirəm dəvəti üçün. Biz teşekkür ederiz. Biz teşekkür ediyoruz hocam. Ağzına sağlık. Çok güzel noktalara değindiniz. Bizler de seyircilerimiz de çok istifade ettik bilginizden, ilminizden. Allah razı olsun tekrar. Teşekkür ediyoruz. Hocam ayrılmayın. Güven hocama da son bir 5 dakikamızı ayırdık. 5 dakikamız için Güven hocamız da eklemek istediği notları ekleyecek. Daha sonra programımızı kapatacağız inşallah. Hocam teşekkür ediyorum size. Ağzınıza sağlık, yüreğinize sağlık. Çok güzel. Gerçekten notlar aldım, istifade ettim. Son hocamızın buyurduğu, üstadımızın buyurduğu ki Caferi olmak, yani o isimle anılmak, bunun kendisi de bir sorumluluktur. Bize Caferi diyorlarsa İmam Cafer Sadık Aleyhisselam'a nispet ediyorlar. Yani onunla anıyorlar. Biz bu rütbeyi, üzerimizdeki bu rozeti hakkıyla yaşayabilmemiz lazım. İnşallah onlardan oluruz. Caferi dediğinde tembel, işte başarısız, bilgisiz, fitneci, tefrikacı biri olmamalı. Caferi dediğinde başarılı, çalışkan, toplumu birleştiren, milletine, devletine, toplumuna faydalı, insanlara faydalı bireyler olmalıdır. Caferi budur. Caferi böyle yaşamalıdır. Yine hocam zaten değindi.
Aynı inşallah öyleyizdir. İnşallah aynı mektebin talebeleri olarak genelde zaten aynı çerçeveden bahsediyoruz. Hocam daha güzel detaylandırdı, daha güzel anlattı. Ehl-i sünnet imamları hak mezhep dedikleri 4 hak mezhep ki benim ona işgalim vardır. Doğru haksa eğer o bir diyebiliriz. Ama ben hak din olarak adlandırıyorum. İslam dini hak dindir. Son hak din odur. Bozulmamış, korunmuş din odur. Tüm insanlar da ona tabi olmalıdır. Bu hak dinin mezhepleri diyelim. Tek hak dinin meşhur taraftarı olan sevilen mezhepleri olarak değiştirelim. Yani 4 hak mezhep değil. Hayır 5 hak mezhep. Ben bunu da demiyorum. Caferlik de 5 hak mezhep dediğinde diğer başka mezhepleri niye ayırmış olalım? Hak din ve o hak dinin yorumları, mezhepleri. Bu şekilde demek daha doğrudur. Neden hak din? O hak dinin evi, Kur'an'ın nazil olduğu ev olan Ehl-i Beyt Aleyhisselam'ın evinden yetişen İmam Cafer-i Sadık Aleyhisselam mezhep imamlarının da üstadıdır. O 4 hak mezhep diye meşhur olan İslami yorumlar, Hanefi mezhebinin imamı Ebu Hanife'nin, Maliki mezhebinin imamı İmam Malik bin Enes'in de üstadı İmam Sadık'tır. Birebir, yüz yüze bizatihi eğitim almıştır. İstifade etmiştir ki İmam Ebu Hanife'nin meşhur sözüdür. Levla seneten leheleke Numan. Eğer bu 2 sene olmasaydı ben yani Numan helak olurdum. Bununla beraber İmam Şafii de bu imamların öğrencisidir. Şafii mezhebinin imamı. Evet. Yine Ahmet bin Hanbel de İmam Şafii'nin öğrencisidir. Yani imamın 1., 2. ve 3. kuşak öğrencileri olmuştur. Bu silsileden gitmiştir. Bu sebeple tüm ehl-i sünnetin, bu ehl-i sünnetin meşhur mezheplerinin imamı da, üstadı da aslında İmam Cafer Sadık'tır en tepede. Onun da hepsinin üstadı, büyüğü, tabi olduğu yine İmam Cafer Sadık'ın dedesi Hazreti Resul-i Ekrem'dir. Bu vesileyle her birimiz, tüm Müslümanlar Muhammedidir, tüm Müslümanlar Caferidir. Ondan sonra o Caferilerin içinde nasıl İmam Hanefi'ye uyan Hanefiler de vardır. İmam Ebu Hanife'ye uyan. Hanefiler, Şafiler, Malikiler, Hanbeliler bunlar Caferiliğin aslında kullarıdır. O yüzden belki de 5 hak mezhep demiyorlar. O 4 hak mezhebi Caferiliğin bir yorumu olarak da düşünüyorlar. Olabilir. Muhtemelen. Ama hak din diyelim biz buna ve Caferiliğin farklı yorumları. Hanefi yorumu, Şafii yorumu, Maliki yorumu, Hanbeli yorumu. En meşhur talebeler, üstadlar da bunlardır. Hamdolsun bu topraklarda da ya Alevi Caferidir insanlar ya Hanefidir ya Şafidir. İmam Sadık'ın mektebinde, İmam Cafer-i Sadık Aleyhisselam'ın mektebinden, tedrisatından geçen alimlerin ilmiyle isimlendiriliyorlar. O hamdolsun. Bu toplumdan kimler var? Şafiler. İmam Şafii'nin takipçileri. O da İmam Sadık'ın öğrencisidir. Gurur duyuyoruz. Ben de gurur duyuyorum. Hanefiler, İmam Hanefi, İmam Ebu Hanife, İmam Cafer Sadık'ın öğrencisidir. Ben de onur duyuyorum. Aleviler, Caferiler zaten onlar İmam Cafer Sadık'ın öğrencileri, takipçileridirler. Ali Aleyhisselam'ın takipçisidir ki Hazreti Ali peygamberin her anında en başından en sonuna kadar yanında olmuş. İslam'ın en zor zamanlarında da en cesaret gereken yerlerde de önde gitmiştir. İlim gereken yerlerde de en önde Hazreti Ali gitmiştir. Alevi Caferi olmak da onur ve gurur duyulacak bir şeydir. Bunların her bireri finalde Muhammediliğe varıyor. Çok şükür ki Muhammedi bir coğrafyadayız. Türkiye ile Azerbaycan'la milletlerimiz Muhammedidir. Fıkıh yorumlarımızın da her biri Caferidir. Bununla şükretmek, onurlanmak
bizim de hakkımızdır. Rabbim bizi İmam Cafer-i Sadık'ın yolundan, mektebinden ayırmasın. Yine son Buyurun. bir seyircilerimize bir öneridir. Şimdi aratabilirler. İmam Cafer-i Sadık'ın öğrencilerinden birisi. Modern kimyanın kurucusu Cabir bin Hayyan İmam Sadık'ın öğrencisidir. Kimyacıdır, eczacıdır, astronomdur. Fizikle uğraşmıştır, fizikçidir, mühendistir. Ben az önce notlar aldım. Nitrik asit, sülfürik asit, asetik asit, birçok asitin, birçok cihazın da mucididir kendisi. Bugün bizlerin istifade ettiği bu asitleri, bu kimya ürünlerini, ilaçlarını Cabir bin Hayyan bulmuştur, keşfetmiştir. İngilizce'de de Geberus diye, Latince'de Geberus ya da Geber diye yazıtlarda da birçok kişi de ondan üstad olarak bahsetmiştir. O da İmam Cafer-i Sadık'ın talebesidir. Modern kimyanın kurucusudur. İnternette de aratsalar bulacaklardır. Modern kimyanın kurucusu kimdir? Cabir bin Hayyan. Cabir bin Hayyan'ın üstadı kimdir? İmam Cafer-i Sadık diye aratmalardan da onu görebilirler. Böyle bir mektebin böyle talebeleri olur. Bu Hanife gibi, İmam Şafii gibi, Cabir gibi talebeleri olur. Hamdolsun böyle bir mektebin takipçileri olmak da bizler için bir onurdur. Rabbim bizi İmam Cafer-i Sadık'ın yolundan, onun mektebinden ayırmasın inşallah. Teşekkür ediyorum hocam. Ağzınıza sağlık. Allah razı olsun. Evet değerli izleyicilerimiz, bu hafta Ehl-i Beyt Coğrafyası programında İmam Cafer-i Sadık Aleyhisselam'ı konuştuk. Değerli konuklarım Azerbaycan'dan Nesimi Piriyev hocamız ve değerli Güven Dumanlı hocamız bizlerle birlikteydi. Her ikisine de çok teşekkür ediyorum. İlimlerine Allah bereket versin, ayaklarına sağlık. Programımızı kapatmadan önce dün 23 Nisan'dı. 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramımız vardı. Bu vesileyle tekrar çocuklarımızın bayramını kutluyoruz. İnşallah nice huzurlu, güvenli, güzel günlere diyoruz. Programımızın sonuna geldik. Önümüzdeki hafta tekrar görüşmek üzere. Hoşça kalın.